Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allah'ın salamı ve rəhməti olsun bütün əziz dostlara, bacılara və qardaşlara. Ramazan ayı Allah Təbarək və Teala'nın tərbiyə ayıdır. Hər kim istəyir Hizbullah cərgəsinə daxil olsun, Allah'ın partiyasına üzv olsun, bu Ramazan ayında təmizlənməlidir, pak olmalıdır, tərbiyə olmalıdır və Qədr gecəsində onun Hizbullah cərgəsinə daxil olmaq Allah tərəfindən imza olunacaq. Ona görə bu Ramazan ayında Allah ilk növbədə bizə başa salır ki, sən qüdrətlisən, sən nəfsinlə mübarizə etməyi bacaracaqsan. Necə ki, yemək istədiyin vaxtı yemək yemirsən, su içmək istədiyin vaxtı su içmirsən, şəhvətimin arxasıca getmək istədiyin vaxtı ona yox deyə bilirsən, bu ilkin mərhələdir ki, sənə yox demək qüdrətini nəfsinə öyrədir. O kəs ki, nəfsinə yox deyə bildi, böyük şeytani qüvvələrə də yox deyə bilər. Ona görə şeytanı da azdıran elə nəfsi idi. Bu nəfs idisə Allahın dərgahından şeytanı qovdu. Ona görə insanın nə qədər ibadətləri olsa, nə qədər işləri olsa, Allah dərgahında özünə güvənməməlidir. Gərək nəfsi ilə mübarizə etsin. İmam Xümeyni buyurur, ey alimlər, siz nə qədər dərs oxusanız, uzağı oyalacaqsınız ayətullah. Amma əgər nəfsinizi tərbiyə etməsəniz, olacaq sizin nəfsiniz ayətullah uzma. O nəfs sizə minəcək və siz indi ola bilər başınızda əmmamə, nəfsinizin istədiyinə əsasən hərəkət edəcəksiniz. Allahın qanunlarına baş əyməyəcəksiniz, Allaha tabi olmayacaqsınız. Hizbullah ilk mərhələdə qəbul etməlidir. Mən yalnız Allahın qanununa və şəriətinə tabiyəm və Allahın Qur'anı mənim başımın üstündədir. Niyə Qədr gecəsində Qur'ana ehtiram üçün başımıza qoyuruq o müqəddəs kitabı? İstəyirik deyək ki, Allahın qanunları hər bir şeydən üstün bilik, başımızın tacı, başımızın üstündə olan bir nizamnamə kimi qəbul edirik. Və bu nizamnaməyə uyğun hərəkət edəcək. Hizbullahın vəzifəsi nədir? Hizbullah ilk növbədə Allah Təbarək və Teala'nın qanunlarını tanımalıdır. Allah Təbarək və Teala'nın dinini tanımalıdır. Allahla beyət eləməlidir və hizb-ı şeytana mübarizə etmək üçün və onların tifaqını dağıtmaq üçün və onların hakimiyyətini yer üzündə silmək üçün və 8 milyard insanı, bəşəriyyəti nicat vermək üçün hərəkət etməlidir, meydanlara girməlidir. Bu meydanlarda çətinliklər var, imtihanlar var, bəlalar var və bu bəlalarla üzləşdikdə biz o vaxt qalib olacaq. O vaxt Allah Təbarək və Teala bizə öz rəhmətini və nüsrətini göndərəcək ki, biz nəfsimizlə mübarizə etmək mərhələsini keçmişik və bu uğurla bu mərhələdə Allahın məhzərində başuca olmuşuq. O kəslər ki, nəfsləri ilə mübarizədə başuca olmayıblarsa, Əmir-əl-Mömin əleyhissalamı yarı yolda qoyurlar, İmam Həsən Müctəbanı sülhə məcbur edirlər, İmam Hüseyn əleyhissalamı məktub yazıb ağanı tək qoyurlar və səbəb olurlar 11 dənə ilahi rəhbər, ilahi hakimiyyəti yer üzündə bərpa etməkdən şəhadət məqamına yetişsinlər. Amma onların zamanında olan müsəlmanlar və şiələrin əksəriyyəti üzü qara olsunlar. Niyə? Ona görə ki, onlar imam zamanlarına mərifətləri yox idi. Nəfsləri ilə mübarizə edə bilmirdilər ki, İmam Zaman əleyhissalamın xidmətinə yetişsinlər. Çox rahat idi, hətta şəhid imam üçün ağlamaq, ərvəyinə getmək, ziyarət etmək. Amma imam zamanları zindandaydı. İmam Musa Kazım əleyhissalam məsələn zindandaydı. Biz də bugün çox rahatdır İmam Hüseyndən dəm vurmaq, ağa üçün sinə vurub ağlamaq. Amma imam zamanı yad etmək, onu düşünmək, hər gün sübh durursan yuxudan görək hansı ağanın işi yerdə qalıb onu yerinə yetirim. Mən Allahın işçisi kimi İmam Zaman əleyhissalamın xidmətindəyəm. O yer üzündə Allahın xəlifəsidir. Mən o xəlifəni razı salmalıyam. Mən Allahı razı salmalıyam. Mən Allahın partiyasında olmalıyam. Allahın partiyasından kənar yol şeytan partiyasıdır. Bütün bunlar üçün tərbiyə olmağı lazımdır. Tərbiyə olmaq üçün də Allah özü bizə fürsət yaradır, özü bizə dərs qoyur, özü bizə sinif açır, özü bizə müəllim və şərait yaradır. Və bütün bunlar Ramazan ayında cəm olub. Mübarək cümə günləri, cümə axşamı İmam Hüseyn əleyhissalama təvəssül, Əmir-əl-Mömin əleyhissalama vəsilə qərar verir. Qədr gecəsində tövbə edirik. Allah Təbarək və Teala'nın qanunu ilə, dini ilə, şəriəti ilə beyət edirik. Və deyirik, ilahi, bu Qur'anı başımıza qoyuruq. Yəni, həm Qur'anı əməl edəcəyik, həm bu Qur'anın keşiyində duracağıq, həm də bu Qur'anı öz həyatımızda tətbiq edəcəyik.
Əgər biz insanlar bu Ramazan ayını bu cür dərk eləməsək, bu Ramazan ayına bu cür baxmasaq, heç vaxt oruç tutmaq bizi xoşbəxtçiliyə çatdırmayacaq. Ona görə Quran ayəsində Allah buyurur ki, biz orucu vacib etdik ümmətlərə ki, bəlkə xoşbəxtçiliyə və səadətə çatsınlar. Yəni, orucu yalnız susuz qalmaqda və yaxud ac qalmaqda xülasə edən şəxslər heç vaxt Allahın ordusunda ola bilməzlər. Bunlar ola bilər orucdular, susuzdular, amma günah halındadılar. Günah eşidirlər, günaha baxırlar və günah qərarına gəlirlər. Bütün aləmin nizam sahibi qarşısında qaldıqlarını başa düşmürlər. Sadəcə bir yük kimi, bir vacib əməl kimi ki, boyunlarından bu yükü atsınlar. Necə ki, o namaz, o oruc, o Quran oxumaq Şimri və Ömər-i Sədi nicat verə bilmədi. Ona görə Allahın ordusunda olmaq üçün ilk növbədə gərək biz Allaha həqiqətən təslim olaq. Və bu təslimlik dərsini biz orucluqda məşq edirik, tərbiyə alırıq. Əgər hər kəs Allaha təslim olsa, məşq eləsə bu orucluqda ki, özünü şəriətlə, dinlə, İslamla uyğunlaşdırsın və öz nəfsinin meylinə və şəhvətinə və istədiklərinə çətin də olsa yox deməyi bacarsın, bu insan öz əxlaqını düzəldə biləcək və nəfsinin bütün pisliklərinə müdiriyyət qüdrətini tapacaq və bu insan İmam-ı Zaman üçün yaxşı bir kadra çevriləcək. Amma əgər bu cür olmasa, insan nəfsi ilə mübarizə etməsə, nəfsani istəklərlə üzləşəndə görəcək ki, həqiqətən möminçilikdən heç bir əlamət olmayıb. Allahın əskəri olmalıyıq, dinin keşiyində durmalıyıq. Dindarlıq Allahın lütfüdür. İnşallah bu lütfü biz dərk etməliyik ki, Allah Təbarək və Teala da ilkin olaraq Ramazanda bu dərkə çatmaq üçün, bu təfəkkürə və düşüncəyə çatmaq üçün bizə yeməyi, içməyi müxtəlif saatlarda haram edir. Bəzi halal şəhvətlərin arxasıca belə getməyi bizə haram edir. Niyə? Sənə başa salsın ki, sən yox demək qüdrətini bacarırsan. Amma heyvan bu cür deyil. Heyvan gəlir ac olanda öz nəfsinin qarşısını heç vaxt ala bilmir. Susuz olanda qarşısını ala bilmir. Su gördükdə cumur, yemək gördükdə vəhşiləşir. Əfsani istəklərin qarşısını ala bilmir. Allah Ramazan ayında sənə və mənə başa salır ki, sən insan yaranmısan. Səndə belə bir qüdrət var ki, öz nəfsinin cilovuna ələ alasan. Və bu qüdrətdən istifadə edəsən, mən üçün təmizlənəsən, mənim əskərim olasan, mənim Hizbullahım olasan. Bəs Hizbullah olmaq üçün ən gözəl fürsət Ramazan ayıdır. Və şeytanı naümid edən ay Ramazan ayıdır. Və məhz bu ayda Qədr gecəsində bizim bir il taleyimiz yazılır. Ümmətlərin bir il taleyi yazılır. Və xoş olsun o kəslərin halına ki, bu ayda tərbiyə olurlar. İnşallah Allah Təbarək və Teala bu Ramazan ayında sizləri İmam-ı Zaman əleyhissalamın duası ilə tərbiyə olanlardan və Allah üçün paçlananlardan və Allahın ordusuna və partiyasına daxil olub həqiqi Hizbullahlardan qərar versin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.